bu günləri fürsətdir. Bu günləri icazə vermərəm ki, kimsə çıxsın buradan. İnşallah Allah Kərbəlayı onun alnından öpürəm. Allah onu səlamət eyləsin. Allah onu, onun valideynlərini, əzizlərini səlamət eyləsin. Doğrudan onun babasının, nənəsinin böyük bir hikmət sahibi olublar. Yəni mən azca onları tanıyıram, o ailəni tanıyıram. Onların da ruhu müqəddisindən şad olsun inşallah. Onların bəhrəsidir. Kərbəlayı Hüseyn balamızın səlamətliyinə ötəri Həzrəti Zəhranın ruhuna bir nurani səlavat zikr elə. İnşallah ustadımız, əzizimiz, məndə şeir qalmadı, Hacı Hüseynin şəhəninə deyim. Hüseyin maşallah ötdü keçdi, Allah salavat eləsin. Allahın köməyindən ustadımıza, əzizimizə, Hacı Hüseyin Şeyx Hüseyin qardaşımıza sözü verdi. Alimdir, doğrudan zəhmət çəkiblər, elm oxuyublar. Həzrəti Resulü Xuda buyurur, mən xaracələ elmə fi tələbillah, hər gün elmi tələb edə, digər yerlərdə, qərib qürbətdə, qayıdıb gələnə qədər o Allah yolunda, mücahiddir Allah yolunda, əgər başına bir hadisə gəlsə şəhid hökmündədir. Allah bu alimlərimizi, alim və Rəbbanilərimizi səlamət eyləsin. İnşallah sözü verirəm Şeyx Hüseyin qardaşımıza, Hacı Hüseyin qardaşımıza. Onun da səlamətliyindən ötəri Həzrəti Zəhra ruhuna nurani səlavat zikr elə. Allahümmə sallə alə Muhammed və ali Muhammed və accil fərəcəhum ya Allah. Fərəcələ bir ya kərim. Ya Allah. Qümeyr soruşur, məndən ki, ata üzvü ağ elədim. Valla o qədər ali məclisdir, o qədər gözəl, nurani bir məclisdir. Adamın qəlbi yerində döyünür, andora Allaha. Vaxtımıza riayət elə inşallah. Hacı Natiq qardaş buyurur ki, Hacı sizin ailədən 3 nəfər danışdı. Əli, Qümeyr, Əkbər danışdı. Sən az danışın. 3 dənə Əli danışıb da da. Bəli, mən də inşallah sadəcə olaraq Həzrət Əli Əleyhisselamın dəftərinə adımı yazdırmaq üçün inşallah söz deyirəm. Bugün həqiqi bayramdır ya. Biz bəzən elə ötəri keçirik çox məsələlərin üstündən. Amma dayanıb düşünməyə dəyər. Qalə İsa ibn Məryəm. İsa ibn Məryəm deyir, Rabbənə Allahümmə ənzil aleyna maidətən minəs-səma təkunu lənə İdən li-əvvəlinə və li-axirina. Həzrəti İsa əllərin açır göyə deyir, ilahi, mücüzə olaraq göydən bir süfrə endir, Maidə surəsi Quran-ı Kərimdə. Bu qoy bu süfrənin vasitəsilə bizim həm əvvəlimizə, həm axırımıza, bütün ümmətə bayram olsun. Bu enən süfrə nədən ibarət idi? Maddi bir süfrə idi, naz nemətlər, Allahın bərəkətləri. Amma əziz qardaşlarım, İsa əleyhisselam deyir, əvvəlimizə, axırımıza bayram ola, göydən bir dənə süfrə nazir ola. Siz hansı süfrənin ətrafında cəm olmuşsunuz, onu bilirsiniz. Bu süfrənin adı Maidətül Vilayətdir. Allah Teala bizləri bu süfrənin kənarından əski eləməsin. Mən dedim bu sözü deyirəm və yenə də deyəcəm. Ey əziz qardaşlarım, siz və sizin timsalınızdan, sizin surətinizdə, simanızda olan əziz qardaşlarım, kimin valideyni səlamətdir, Allah ömrünü uzun eləsin, dünyasında dəyişənləri Allah Teala Əli və övladı Əli şəfaətinə inşallah nail eləsin. O şəxslərin ki, evdə ataları, anaları, nənələri, babaları vardır, səlamətdirlər, gedin, əllərindən öpün. Çünki haramzadəsiniz. Haramzadənin qəlbində Əli məhəbbəti ola bilməz. Diqqət elə, haramzadənin qəlbində Əli məhəbbəti ola bilməz. Hədislər deyildi, hacılarımız, alimlərimiz, bizim körpə balalar da hədislər dedilər. Əlinin üzünə baxmaq ibadətdir, deyildi bu hədis. Hamımız da bilirdir. Əhsən. Nədir mənası? İbadətin əsas şərti nədir? Qurbətən iləllah. Namaz qılıram, qurbətən iləllah. Oruç tuturam, qurbətən iləllah. Bütün ibadətlər. Yəni, əlinin üzünə baxanda qurbət qəsdi eləməsin. İbadət sayılar. Əlinin üzünə baxanda gərək nə qəsd eləyəsən? Qurbətən iləllah deyəsən. Əlinin adı zikr eləmək ibadətdir. Əlinin adını gərək ixlasla deyəsən ki, ibadət ola. Qəsdün qurbət ola.
Əgər qəsdin qürbət olmaya, o taydasan. Hacı buyurdu ki, Əlidən nə danışaq? Əlidən danışmaq çətindir. Bəli, Əlidən danışmaq çətindir. Hətta şeir də qoşublar bu barədə. Mütənəbbi, böyük üləma, böyük şairlər, sünni, şiə, Əlinin mədhi haqqında o qədər gözəl şeirlər vardı. Ya Əli, cümiət fikəl əzdadu. Ey Əli, səndə bir-birinə zidd olan sifətlər cəm olub. Bir-birinə zidd olan sifətlər. İlləti bəyan eləməsinə üçün Əlidən danışmaq çətindir. Ya Ali, cümiət fikəl əzdadu və lidəlikə qəllət ləkəl əndadu. Ona görə sənin misalın, sənin oxşarın, bənzərin yoxdur. O Əli ki, təvadukarlığın ən son həddində, böyüklə böyük, kiçiklə kiçik, qoca ilə qoca, cavanla cavan. Diqqət elə, Əlinin təvadukarlığından danışmağa ehtiyac var, Əlinin mülayimliyindən, Əlinin qəlbinin yumşaqlığından danışmağa ehtiyac var, yoxdur. Amma gəl Əlini meydan-ı şücaətdə görəsən. Amma gəl Əlini harada görəsən? Xeybərdə görəsən. Əli qeyrətivə qurban. Əlidir ki buyurur, Ləv tədahərətil ərəbu kulluhum əcməin. Bütün ərəb cəm ola, üstümə gələlər, məni təkliyələr, ləma vəlləytü mudbirən, and olsun qabaqlarından qaçmaram. Amma bu sözü Əli dedi, biz də Əlidən soruşuq, ya Əli, o gün ki qapıva od vırıldı, o gün ki qapın sındırıldı, o binamuslar, o şərəfsizlər, Hacı Hüseyin qardaşın elə oxudu, and ola mənim əlim ayağım bir yerdə qalmır, istəyirəm gedəm də bahadı baş kəsəm. Qeyrətim cuşa gəldi. Həqiqətən ha. Ya Əli, sənin qeyrətini boğan nə idi? Axı sənin gözünün qabağında sənin sevimli xanımın, əyalın, zövcən xanım Zəhraya kimin nə cürəti çatardı, sillə vura. Həsənin, Hüseynin müqabilində anaları Zəhraya sillə vura. Bu sualı hamı düşünsün. O sözdə dedim, bu sözdə dedim, Allah əhl-i beyt qatillərinə, Əli və övlad Əli düşmənlərinə ta ruzi qiyamətə qədər lənət eləsin. On verək, bu məclisin həqiqi sahibi İmam-ı Zaman ağadır və bu məclisdə ağamızın lütfi, nəzəri, inayəti vardır. Allah an verək Əli haqqına İmam-ı Zaman ağanın zuhurunu təcil eləsin və İmam-ı Zaman ağamızın lütfi, nəzəri altında Həzrət-i Mevla Əmir-əl-Mu'minin Əli ibn Əbi Talib əleyhissalamın ahəm inşallah tamam aləmdə Milad bayramını qeyd eləyək, Peyğəmbər və Ali Peyğəmbər cəmalına sələvat edəyələr. Allahümmə səlli ələ Muhamməd, Ali Muhamməd və əcəl fərəcəm. Ya Allah, əhsən hacı. Allah hacıya can sağlığı versin. Hacının səlamətliyinə ötəri özü səlamət olsun, ailəsi, balaları səlamət olsun, sevən insanları səlamət olsun və onun da var, dəsf eləsən elə azdır və ustadlarımız da dedilər, çünki o şəxsi Allah özü Quran-ı Kərimdə vəsf edir. Məclisin əvvəlində də ustadımız bir ayə oxudu. Ən gözəl, ayələr hamısı gözəl, hamısı biri-birindən gözəldir. Gözəl ayələrimizdən biri də o ayə idi ki oxudu, sizin vəliniz Allahdır, Peyğəmbərdir, rükû halında zəkat verir. Allah bizləri o ayənin dalınca gedən, addım-addım dalınca gedənlərdən bizləri qərar versin inşallah. O məclisin sahibi ki, ağam Əlidir, o ki dünyaya gələndə Fatimə binti Həzrət Əsəd necə sevindi, Pərverdigar oldu. O ananın, o anaya baxın, Peyğəmbər tarixdə 2 nəfərə 70 təkbirlə namaz qılır. Meyyid namazında 5 dənə təkbirdir ya. Əhl-i təsənnidə 4 dənədir, bizdə 5 dənə təkbirdir. Peyğəmbər 2 nəfərə 70 təkbir namaz qılır. Onlardan biri də Əlinin anası Fatimə binti Əsəddir. Özü onu qəbrə qoydu. Onu qəbrə qoyanda ağladı. Bir dənə söz deyir qəbirdə, deyir, İlahi, bu ananın məqamına xatir mənim duamı qəbul edir.
Allah bizi o ananın, pak ananın, müqəddəs ana ki, Allah bizim analarımızı salamət eləsin. Bu əziz günə xatir, o övladı olmayanlara şah-ı vilayət xatirinə övlad versin. Fatimə binti Əsədin ruhi haqqında nurani səlavat zikr edir. İndi gəldi sorğu-sual məclisi, suallar veriləcək. Ustadlarımız, ağalarımız, axudlarımız sizə öz gözəl hədiyyələrini təqdim edəcəklər. Birinci sualım budur. Kimin adı Əlidir? Əli olan dursun əli. Kimin adı Əlidir? Diqqət edin. Hanı var Əli? Əli Allah salamət edəsin. Əli kim var? Yavra da. İndi Əlilərdən hədis də soruşacaq. Gəlsinlər bura. Gəlsinlər bura. Yox, Əli. Əli. Məhəmmədi canım qurban olsun. Ona başqa hədiyyə verəcək. Əli. Ya Allah. Allah bu əllərimizi salamət eyləsin. Sən? Azı bir arasına var, həyə edir gəlir. Yox. Mənə var, Əli cürət. İkinci sualım. Üçüncü sualım. Bağışlayın. Üçüncü sualımız körpələrə aiddir. Məsum balalarımıza aid. Körpə balalarımıza sualım var. Həzrəti Əli əleyhissalam xanım Zəhradan neçə övladı olur? Heç kim deməsin. Yox, mən körpə deyirəm. Körpə balam, kim bilir, əlini qaldırsın. Bax, 1, 2, 3, 4. Deyin. Bilirsən, əlini qaldır, cihazı yanır. Falan qədər, adları falan kəslər. Olan mən körpü. Yox. Yox, xahiş edirəm, vaxtı eləmir. Öyle olmaz. Öyle olmaz. Kim bilir, əlini qaldırsın. De, utanma gelin, əhsən. Dur ayağa, bərəkallah. İmam Hüseyin, İmam Hasan, Xanım Zeynəb və Həzrəti Ümmü Kulsum, bir də Həzrəti Möhsün. Bəli, 4 dənə uşağı olub, bir uşağı da ki Möhsün olub, onun da tarixini bilirsiniz. Bəli, doğrudan bu ürək ağrıcan bir məsələdir. Biz gərək həqiqəti bilək, haqqı yerə verin. Allah sizi var eləsin. Qəşən cavab verdi Kərbəla Həsən balamız. Onun səlamətliyindən ötəri Həzrəti Zəhranın o məsum, o körpə dünyaya gəlməyən balası ki, Möhsün ki, var Peyğəmbər ona ad vermişdir. Onun ruhu şad olsun, mən məclisdə ruhunu səlavatla yad edeyim. Allahümmə səllə Muhammed və Ali Muhammed. Dördüncü sualımız. İnşallah. Belə olur. Verən sən. Ya Ali. Həzrəti Əli əleyhissalamın zahiri nöqtələr var burada. Zahiri xilafəti, imaməti neçə ilə olur? Gözəl soru. Tələsmək, bax. Başla. Həzrəti Mevla-i Muttəqiyanın zahiri xilafəti, imaməti neçə il olur? Yox, yeridən Elə olmaz. Molla Sərdar əli qalır. Mənə bax, Sərdar əli qalır. 5 il. Uşaq da əli qalır. Allah səni salamat eləsin, bir salavat hədiyyə eləyək. Birinci əl mən bu qardaşımızda gördüm, əzizimizdə gördüm. Buyur. 25 yıl olmalı. Əhsən. Salavat hədiyyə eləyək. Sallə ala Muhammed Ali. Bizim burada Kərbəlayı Sərdar əmimiz var. Allah onu hifz eləsin. Onun bu məclisdə də zəhməti böyük olub. İndi də var.
Onun da selametine bir salavat hediye edeyim. Buyur Serdar abi. Hazreti Ali aleyhisselam, Mevla-i Muhteqiyanın zahiri neçə il imaməti, neçə il xilafəti olur? Xilafət müddəti, bəli, xilafət müddəti, əhsən. Müddəti 5 ilə yaxındır, 5 il. Bu özü desin. Olmadı mı? Şərtim oldu sizlə. 5 ilə yaxındır. Bəli, Həzrəti Ali aleyhisselam zahiri xilafəti 5 il, 5 ilə qədər olur. Adın o zahiri xilafəti. O desin dağılır da. Hə, buyursun. Dağılır. Yox, sonraki elə bir kifayətdir. Sualım mənə buyurdu. Sual içində sual çıxmasın da. Zahiri xilafəti neçə il olur? Kərbəla Əmi dedi ki, 5 il. Səlamətliyinə bir salavat hədiyyə edəyəm. Allahümme salli ala Muhammed ve ali Muhammed. Kərbəlayı deyir, durmuş yerlə bilmək sizə sualı birdən həll edeyim ya. Allah salamat eləsin. Mən bir dənə əlavə edeyim, ona da hədiyyə edirəm. O bizim bala çox gözəldir. Əvvəl o Peyğəmbər İslam vəfat edəndən sonra Əl-İslam nə qədər yaşayır? 30 il, belə deyil. Bu bala tamamilə o nöqtəyə toxundu ki, yəni Peyğəmbər dünyasını dəyişən kimi Əl-İslamın imaməti başladı. Belə deyil, 30 il. Bala da düz dedi ki, İkisi də düz deyiblər, sonra ediblər hədiyyə inşallah. Əhsən, bərəkət. Sən, qəşəng, hacı gözəl nöqtəni yadımıza saldı. Allah var eləsin. Ayəni kim əzbərdirsə hədiyyəsi var. Yox, ərəbcə istəyir. Qardaş demək istirdi. Yavaş-yavaş da Yaxşı, yox. Siz nə məsləhət görürsünüz, onu edin. Yox, Azərbaycandasın deyə bilərlər. Yox, Azərbaycanca istəmirəm. Hamısı bilir onu. Ərəbcə istəyir. Deyil. Qayda surəsi 65-ci ayə. Bərəkəllah. İnnəmə vəliyukumullah. Əhsən, bərəkallah. Demişim eləsin. Əhsən. İnnəmə vəliyukumullah və rəsulü. Mən özüm də bilmirəm, heç. Qəbulə səlam. Əhsən, bərəkəllah. Vəliyukum dedi ki, haydi nədir? Əhsən, Allah sənə salamat eləsin. O ayəni mən oxudum da Quranda. Onu adımızdır ya Allah. Əhsən. Öyle vəliyukum dedi ki, Bərəkəllah, bərəkəllah. Doğrudan. Allah sizi salamat eləsin. Doğrudan ayı yadında desin. Allah Quranda deyir, fəzəkkir, inə zikrə tənfəalil müminin. Yadlarına sal, yada salmaqlıq möminlərə mənfəətdir. Bəli, bu ayə bizə mənfəətdir. Rəsul-u Xuda, digər sualımız. Həzrəti Peyğəmbər əleyhissalam nə vaxt, harda icazə verdi, mübarək qədəmlər Peyğəmbərin çiyninə çıxdı. Bilən əlini qaldırsın. Yox, biri cavab edirsə bəsdir. Mənim buyurur. o əmi qaldırdı əlim, bax. Bəli, Peyğəmbər əleyhissalam Kəbəyə girdi. Bəli, bəli cavabını dedi. Mübarək qədəmlər, əleyhissalam mübarək qədəmləri ilə Peyğəmbərin çiyninə çıxdı. O çiyində ki, nübüvvət işarəsi vardı. Bəndəl astı dörü açır, bəli açır. Yox, həm bu uşağı deyirəm. O qədəmlərə icazə verdi ki, o qədəmlər bəli, Ağa Rəsulü Xudanın çiyinlərinə çıxdı, bütləri sındırdı, bəli. Əlimin səlamətinə bir sələvat digər sualımız. Hansı tarixdə, belə deyəlim, yaxınlaşın, hansı müharibədə mənzilət hədisi deyilir? Mənzilət hədisi. Musa ilə Harun məsələsi. Ərəbcəsini deməsin də iyi bilənməz. Bir də əl qaldıran kimdə olur? Buyur qardeşim. Təbuk müharibəsində Ali əleyhissalam, bəli,
Sənə sual verməyimiz qorxuruq, ona elə sənin üstündən keçirəm. Sən hədiyyən böyük deyil, sən hamısını bilirsən. Allah sənə var olsun. Qardaşını mən Təbük müharibəsində Peyğəmbər əleyhissalam buyurdu: Əliyyüm minni bimənziləti Haruna min Musa illa la nəbiyyə bəli. Əlinin mənə nisbəti Harunla Musanın nisbəti kimidir? Allah bizim ovladan ayrı salmasın. Yox, mən sizdən bir şey deyim. Buyur. Mənim suallarım bu qədər. Allah sizi var eləsin. İnşallah gələn günlərdə sizin köməyinizlə, dəstəyinizlə biz inşallah bundan da gözəl, təntaralı bayramlar keçirərik. Allah sizi var eləsin. Gedmiyor, xahiş edirəm. 2 dəqiqə nə işlə olmaq. Həzrəti Zəhra ruhuna bir salavat hədiyyə edəyək. Hacısınız, Allah özünüzə baxırır, sənin behişli huri fadiyyən qoymuyor, yoxsa bizə huri vermək. Ən çox sinli kimin var burada? Ən yaşlı kimdir aramızda? Ya Allah, neçə yaşı bu? Ben 71. O 71'den yukarı yaş. Yine bu yoldaş. Neçə yaş? Sən hədiyyə aldın. Bir bu. Yok, Yok, 72. Nənə bana 72 kimdir? Göz olanlara verin. Ya 72 ya Allah. 72'den yukarı var. Serdar əmi bilir. 71. 71'den aşağı. 70. Kimdi o? Sen 70'den aşağı 70 olur da. Hem sen ne seçin? Peygamber yaşadı ki düşün onu. Ya Allah. Hem sen ne seçin? Salavat Muhammed ve Ali Muhammed. 66. Sonra 52. En balansa kimdi aramda? 15. En balansamız budur. Ne yaşın var? Allah sakla. 5. Ya Allah. Maşallah. Al. Aha. Bir tane de salavat da yine Peygamberimize var. Bizim aramızda bir tane konağımız var. Ben istedim ona xas bir hediye vermişim. Hüseyin bala biz buraya geliyoruz. Əminin yanına. Sen atom xəsisin, biz xəsis deyilsin. Əhsən, sənin bayramın mübarək. Ya Allah, ya Allah, ya Allah. Sənin bayramın mübarək. İlahi, sənə an verəm İzzət-i Cəlalıva, Mövlud-i Əli xatirinə. O gün ki, Peyğəmbərin gözləri roşandır. Gəldilər, dedilər, ya Rəsulallah, sənin bir gözəl əmin oğlu olubdur, amma gözlərin asılır. Dedi, o yeganı bir şəxs ki, ilk dəfə gözüm mənim üzümü açar. Qundağı verdilər Peyğəmbərə, Əli əleyhissalam gözlərini, o balaca gözlərini açdı, baxdı Peyğəmbərə. İlk nəzəri dünyada Peyğəmbərə oldu. Və gözü ilə işarə elədi, La ilahə illallah, Muhammedun Resulullah. Allah səni and verirəm, həmən o dəqiqəyə ki, Əli əleyhissalam dünyada ilk gözün Peyğəmbərin üzünü açdı, bu balamıza inşallah şəfa inayət elə gider. Cəmi mərizlərə şifa elə gider inşallah. Allah'ı hamd edelim İzzet-i Celal'ına. Cəmi inşallah. Bəli, bax, görün. Mən bir söz demək istəyirəm. Mən biraz da hərdən hadisələ səhərdən də. Bax, bu Asif, qurban sən. Allah bizi vəhdətimizi almasın. O qardaşlar tələsdilər, mən bilirəm, tələsənlər çoxdur. Amma and olsun Allahın bildiyinə. Bugün tələsirsən, amma qiyamət günündə sən əlini gözləyəcəksən. Bu tək oturmaqlığın and ola Allahın izzət və cəlalına. Peyğəmbər mövludu, Əli mövludu, Əhl-i-Beyt mövludu, Məbəs bayramı, Qədirxun bayramı. Bu bayramları keçirməyən bu dünyada bədbəxtdir. Vallahi bu saniyələri dünya malının qızılına, gümüşünə dəyişsən, uduzmusan. And olarlar. Vallahi öləcəyəm. Vallahi qəbr azabı görəcəyəm. Soru-sual olacağım. Qiyamət günü mən intizar olacağım Əliyə. Qəbr evində mən intizar olacağım Əliyə. Allah səni and verəm. Əlinin bu məqamına bizim günahlarımızdan gələn əfv çəkinəm və qəbr
gecəsində nə qədər ki bu möminlər qaldılar, bu xaslar. Bu xas gedənlərə aiddir, bu qalanlara aiddir. Hər kəs ki müntəzir oldu axıradan gözlədi, Allah qəbr evində əlini gözlətməklə onlara nazil elə. Allah sənə and verim İzzət-i Cəlalıva, Əhl-i Beyt dostlarını bu dünyada həmişə roşən eylə günə. Ya Pərverdigara, bu Rəzəb ayında, bu gözəl bayramlar qabaqda hələ Şəban var, İmam Hüseynin mövlüdü, biri deyir adım Hüseyndir, biri deyir mən. Onların da bayramı vardır, siz de o bayramlarda olarsa, ev yoxdur. Allah bu gözəl bayramları bizə çox bilməklə, mən bu 48 yaşında, and olsun Allah, 10 yaşında Qur'anı başlamışam, özümü tanımışam. Mən Əli əleyhissalam mövludun buzur görməmişdim. And olsun Allah. Bu uşaqlar hamısı ağlatdı məni. O ağlamaq da senin ağlamaq idi. Bugün hər kimdə ağladı, o da şəfaətdir. Allah İmam Zaman ağanı bizdən razı elə giden, bugünkü mövludumuzu, babamın mövludunu bizdən qəbul elə giden, əgər bir naqisliyimiz olub, bizi bağışda yine, bu dünya və ahirətdən Əli və övladı Əlidən bizi ayrı salma yine, zindanda olanlara nicat qapısı ver yine, qərib qürbətdə olanları səlamət eylə yine, övlad arzusunda olanlara övlad ver yine, mərizlərimizə, naxışlarımıza şəfa ver yine, İlahi Əlinin o qeyrətli əlinin zəhmindən Azərbaycana göndərgilən qızlarımız, bacılarımız, analarımız, gəlinlərimiz, xanım Zəhra, Fatime Zəhra, Ümmü Gülsüm, xanım Zeynəb və iffət və ismətində olsunlar. İlahi Pərverdigara, Əli əleyhissalamın nəzərin bu vilayətdən çəkməklə. Bu vilayətdə xəlqindən ötürü, dinindən ötürü, məzhəbindən ötürü zəhmət çəkənləri səlamət eyləyin. Ya Pərverdigara, bu Azərbaycanın xas ümumi düşməni var, erməniləri zəlil və məhv nabud eyləyin. Hər kəs bu məlğun ermənilərin arxasında onlara qardaşlıq eləyir, böylü eləyir, hər nə eləyir, Allah onları tezliklə xar eyləyin. Ya Pərverdigara, o səngərdə balalarımız var ki, bizi sərhəddə qoruyurlar, əmnamanlığımızı, onları səlamət eyləyin. Allah bu əmnamanlığı bizim bu dövlətimizə çox bilmək gedir. Bu vilayətimizin, dövlətin bayrağını hər yerdə uca eyləyin. Vilayət rəhbərlərimizi səlamət eyləyin. Müştəhidlərimizi səlamət eyləyin. İmamın bir sözü vardı, bu yaxında böyük bir şəxsimiz, bizim də rəhbərimiz bir söz deyibdir. Düzdür, bizim televiziyada onu göstərin, ancaq mən deyəcəm sizə. Sözüm, baxdım o kadra. İmam deyir, rəhbərimizə deyir, mən sizi özümdən ayrı və sizi özümdən ayrı, özümü sizdən ayrı saymıram. Siz mənimdir, mən də sizinəm. Və həmişə sizin yanınızdayım. Allah imamımızı hifz eyləginən, müştəhidlərimizi hifz eyləginən, dinimizin rəhbərlərini hifz eyləginən və bu Şiəliyin tərəfində duran həqiqi mənada şeyxin bu son aylarda etdiyi zəhmət ondan qəbul eyləginən, Azərbaycana lazım olmayan əxlaqsız təriqətləri ki, məhv elədi, dağıtdı və bundan sonra dağılacaq və bizə də əmri bu oldu. Dedim, mən sizin arxavuzda dayanmışam axuddan, mənim də arxamda dövlət dayanıb. Məhv edin onları və qoymayın, səsləri çıxar. Allah sənə and verin İzzət-i Cəlalıva, o insanlar ki, bu Azərbaycanı parçalamaq istəyir. Azərbaycan dilimizi parçalamaq istəyir. Azərbaycanda olan dinimiz şiəliyi parçalamaq istəyir. Azərbaycanda olan vəhdədimizi parçalamaq istəyir. Fərq eləməz, şiə, sünni qardaşdırlar. O təriqətlər ki, sonradan gəliblər başqa-başqa yerlərdən, bu Azərbaycanda olan, dədəbbadan olan insanları parçalamaq istəyir, onları zəlil və xar eyləyin. Ya Pərverdigara, belə mövludları bizə axırıncı mövlud qərar verməginə, Ya Pərverdigara, bu məscid